İnşallah dostlar, hoş gördük hər birinizi. Gəldik bir ailəni də ziyarət etməyə. O dedik də qaldırma şərait budur. İndi bir otağını da düzəldib ver orada. Bacısı, anası demir xəstəliyyətin xəstəsidir, infak var. Şimdi bizə də müraciət etmişdi, vəziyyət budur. Gəldik, ziyarət elədik. Bir qardaş qurbanlıq ayırmışdı. Allah kömək olsun. Bir dostumuz da var ki, orucluqdur, səhhəti ilə bağlı tutmur. Pul ayırmışdı ki, orucluq elədir ki, kimsə oruc tuta bilmirsə bu ay ərzində, onun miqdarında ailəyə kömək olmalıdır. Onu da ayırıb verdi. Hər günə çörək pulu qədər düşürdə, mesela çörəyi hesablayırsan, bu qədər pul düşür ki, gün ərzində 30 gün hər ailəyə verməlisin. Allah qəbul etsin, Allah